Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, bugün Zəfər gününün 5-ci il dönümü münasibəti ilə paytaxtın Azadlıq meydanında hərbi parad keçiriləcək və bununla bağlı elə saat 1 tamamda başlayacaq və son hazırlıq işləri də görülür. Artıq təhlükəsizliklə bağlı işlər görüldü, hərbçilər də əraziyə gətirildi və elə bu hərbi paradla bağlı informasiyaları təqdim edəcəyik, sizin diqqətinizə çatdıracağıq. Amma indiki məqamda Azərbaycan həqiqətlərini istər 44 günlük vətən müharibəsində olsun, istərsə də ondan sonraki prosesdə, dövrdə olsun, bu önəmli idi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və elə bu işdə də mühüm payı olan insanlardan biri də fotoqraf, jurnalist Reza Deqatidir. Elə qonağım da hazırda. Xoş gördük Reza bəy. Sizdən informasiyalar, işte bugün bizim Zəfər bayramımızdır, Zəfər günümüzdür və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması da elə müharibə dövründə də önəmli idi. Sonraki dövrdə də sizdən gördüyünüz işlərlə bağlı, ümumiyyətlə hərbi paradla bağlı, qələbəmizlə bağlı fikirlərinizi, təəssüratlarınızı eşidək. Birinci təbrik deyirəm hamıya. Və özünüz əvvəldən gördünüz necə mənim üzüm ürəkdən gülürəm, şadam burada. Çünki mən burada meydana baxanda 88-ci illər yadıma gəlir, 90-cı illər Qarayanvar yadıma gəlir. Ondan sonra çox belə burada çətinliklər və indi də ən yaxşı gün deyə bilirəm ki, bütün Azərbaycanlılara, fəqət elə bura Azərbaycanı yox, bütün Azərbaycanlılar dünyada hamı bu cür ürəkdən gülürlər. Çünki bunu görmək çox adama əsən yuxu kimi gəlirdi. Bugünü görmək. Doğrudan yuxu gəlirdi. Həm bu buradakı Azərbaycan, həm İranda, başqa yerlərdə. Amma yuxu o deyil. İndi adam görür ki, həqiqətdir və bu cür əskərləri, bu cür ordunu yaratmaq bu az müddətdə, bunu deyirəm, bu da möcüzə kimi bizad oldu. Çünki mən bütün müharibələri, bütün orduları hər yerdə olmuşam, dünyada görmüşəm və bu cür ordunu yaratmaq doğrudan möcüzədir. Çünki bu ordu belə ordu deyil mənim fikrimə. Bu orduda hər bir-iki adam görürük, söhbət edirik, baxırıq. Bu elə bir ki, bir ordudur. Hər əskərin içərisində doğrudan bir ordu vardı. Və o da ürəkdən haqq sözlərini ki, necə mən dünyaya çatdırıram. Bunlar da əskərləri mən görmüşəm. Onlar bilirlər ki, haqqdır bunların sözləri. İşləri haqq sözüdür. Yəni birinin torpağına təcavüz eləmirlər, birinin evinə getmirlər, öz torpaqlarını alırlar. Və ona görə burada olmaq bugün deyə bilirəm ki, mənə ki, hamıya belə möcüzədir, yuxu elə bir ki, həqiqət olubdur. Sağ olasınız, sağ olun. Çox sağ olun, təşəkkür edirəm Reza bəy fikirlərinizi bizlə paylaşdığınız üçün. Bir daha xatırladım ki, bugün Azərbaycanda paytaxt ərazisində hərbi parad keçiriləcək. Zəfər gününün 5-ci il dönümü münasibəti ilə bu münasibətlə də Azərbaycan prezidenti İlham Əliyev, onun Türkiyə ilə həmkarı Rəcəb Tayyib Ərdoğan, Pakistanın baş naziri Şahbaz Şərif də qonaqlar qismində yer alacaq, çıxışlar olacaq. Bizim mühtəşəm hərbi parad gözləyir və elə hazırlıq işləri də, son hazırlıq işləri də görülür. Artıq sona yaxınlaşır. Saat 1 tamamdan etibarən start götürəcək. Eyni zamanda bir məqamda qeyd edelim ki, Serbiyanın milli müdafiə ilə bağlı baş qərargah rəisi, silahlı qüvvələrinin baş qərargah rəisi Masiloviç də burada iştirak edəcək və biz az sonra, saatlar sonra o möhtəşəm hərbi paradı izləyəcəyik. Son hazırlıq işləri də artıq yekunlaşmaq üzrədir. Eyni zamanda media nümayəndələri də buradadır. Onlar da elə hərbi paradın keçirilməsinin hazırlıq işləri ilə bağlı məqamlara diqqətdə saxlayırlar. Nəinki yerli media nümayəndələrimiz, eyni zamanda xarici media nümayəndələri də burada öz yerlərini alıblar və bütün dünyanın diqqətində olan hərbi paradın başlayacağı saatı, anı gözləyirlər. Təbii ki, 44 günlük vətən müharibəsində əldə etdiyimiz qələbə Cənubi Qafqazın son 10 illiklərdə gördüyü ən önəmli anlardan biri idi. Planlı, mərhələli şəkildə atdığımız addımlarla bugün artıq bölgədə yeni siyasi reallıqlar mövcuddur. 44 günlük vətən müharibəsi, ondan sonraki periodda gördüyümüz quruculuq işləri və digər ərazilərimizin işğaldan azad olunması, bir güllə belə atılmadan azad edilməsi təbii ki,
Zəfər tariximizdə önəmli yerlərdən birini tutur. Hazırda biz elə paradın keçiriləcəyi anı gözləyirik, son məqamları müşahidə edirik və elə burada da siz həmin kadrları hazırda izləyirsiniz. Yəni son hazırlıq işlərdə artıq yekunlaşmaq üzrədir və parad saat 1 tamamda başlayacaq. Bu artıq 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyimiz qələbədən sonra keçirilən 3-cü hərbi paraddır. İlki 2020-ci ilin dekabrında baş tutdu. Elə Azadlıq meydanında, növbətçisi 2023-cü ildə Xankəndidə baş tutdu və indi 3-cü də elə Azadlıq meydanında başlayacaq. Bu Azadlıq meydanı tarix boyu müxtəlif tarixi anlara şahidlik edib, indi də elə onlardan birini yaşayacağıq. Hələlik ərazidən çatdıra biləcəklərimiz bu qədərdir. Söz yerində sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə. Parada hazırlıqla bağlı son işlərdən bizi agah elədin.